Bu tip xəbərləri qaçırmamaq üçün kanalımıza abunə olun. 2030-cu ilin sonuna qədər Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsinin sabit qalacağı ilə bağlı yeni proqnozlar açıqlanıb və bu məsələ həm iqtisadi çevrələrdə, həm də adi vətəndaşlar arasında böyük maraq doğurur. Məlumata görə Maliyyə Nazirliyinin təqdim etdiyi 2027-2030-cu illər üzrə orta müddətli büdcə çərçivəsi sənədində manatın ABŞ dollarına nisbətdə sabit saxlanılması nəzərdə tutulur. Bu sənəd ölkənin gələcək iqtisadi strategiyasını və maliyyə siyasətini müəyyən edən əsas istiqamətlərdən biri hesab olunur. Sənədə əsasən İqtisadiyyat Nazirliyi tərəfindən təqdim edilən makroiqtisadi proqnozlarda 2027-ci ildən 2030-cu ilə qədər manatın dollara qarşı məzənnəsi hazırki səviyyədə, yəni 1 dollar bərabər 1,7 manat kimi götürülüb. Bu isə o deməkdir ki, yaxın illərdə valyuta bazarında ciddi dalğalanmalar gözlənilmir. Bu cür sabit məzənnə siyasəti bir neçə əsas məqsədə xidmət edir. İlk növbədə ölkədə iqtisadi sabitliyi qorumaq və inflyasiyanın nəzarət altında saxlanılması hədəflənir. Valyuta məzənnəsinin stabil qalması idxal olunan məhsulların qiymətlərinə də müsbət təsir göstərir və bazarda qiymət artımının qarşısını müəyyən qədər alır. Digər tərəfdən sabit məzənnə investorlar üçün də müsbət siqnaldır. Xarici və yerli investorlar üçün iqtisadi mühitin proqnozlaşdırıla bilən olması çox önəmlidir. Məzənnənin uzun müddət dəyişməməsi investisiya risklərini azaldır və ölkəyə kapital axınını təşviq edir. Bununla yanaşı, bu proqnozlar iqtisadi siyasətin mövcud şərtlərə uyğun qurulduğunu göstərir. Neft və qaz gəlirlərinin hələ də ölkə iqtisadiyyatında mühüm rol oynadığı nəzərə alınaraq, manatın məzənnəsinin qorunması üçün kifayət qədər maliyyə resurslarının mövcud olduğu düşünülür. Ancaq burada bir məqamı da qeyd etmək vacibdir. Bu proqnozlar mövcud iqtisadi şəraitə əsaslanıb və gələcəkdə qlobal bazarlarda baş verə biləcək dəyişikliklər, enerji qiymətlərindəki dalğalanmalar və ya geopolitik hadisələr bu göstəricilərə təsir edə bilər. Yəni, məzənnənin sabit qalacağı gözlənilsə də, bu tam zəmanət deyil. Daha çox ehtimala əsaslanan iqtisadi proqnozdur. Sadə dillə desək, hazırki planlara görə Azərbaycan manatı qarşıdakı illərdə də ABŞ dollarına nisbətdə öz mövqeyini qoruyacaq. Bu isə həm vətəndaşlar, həm də biznes üçün daha proqnozlaşdırıla bilən və sabit iqtisadi mühit deməkdir. Nəticə olaraq 2027-2030-cu illər üçün açıqlanan bu proqnozlar ölkə iqtisadiyyatında sabitlik strategiyasının davam etdiriləcəyini göstərir. Manatın məzənnəsinin 1,7 səviyyəsində saxlanılması planı həm maliyyə intizamının gücləndirilməsi, həm də iqtisadi inkişafın davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.